İranı işğal etmək üçün 1 milyon 500 min əskər lazımdır. Bunu mən deyil, bu Pentagonun 2007-ci ilə aid hesablamalarıdır. Sənəd 2021-ci ildə məxfilikdən çıxarılıb. 1 milyon 500 min əskərin köçürülməsi üçün gəmilər, təyyarələr, təchizat bazaları lazımdır. Bir əskər gündə 8 kiloqram yük sərf edir. Qida, su, sursat, yanacaq. Hər gün 1 milyon 500 min ton yükə vurun. Bu gündə 120 yük qatarı və ya hər saatda 4000 yük maşını deməkdir. Fizikanı aldatmaq olmaz. Belə bir logistika, Fars körfəzində daşıyıcıların toplanması, tikinti, Kiveytdə və ya Səudiyyə Ərəbistanında nəhəng anbarlar yoxdur. Peyklər hər şeyi görür, kommersiya peykləri. Onların şəkilləri ictimaiyyətə açıqdır. Yoxladım, yerüstü əməliyyata hazırlıq əlamətləri yoxdur. Yəni yerüstü əməliyyat olmayacaq. Başqa bir məsələ. İnfrastrukturu hədəf alan kütləvi hava hücumları məqsəd ölkəni işğal etmək deyil, onun fəaliyyət qabiliyyətini, neft emalı zavodlarını, elektrik